Salam uşaqlar. Biz artıq yeni bir bölməyə keçid edirik. Demək olar ki, coğrafiyanın digər bir sahəsi, iqtisadiyyat sahəsini öyrənəcəyik bu bölmədə. Deməli, ilk mövzumuz başlayır dünya ölkələri, dünyanın siyasi xəritəsindən. Gəlin mən sizə dünya ölkələri və dünyanın siyasi xəritəsində qısa məlumatlar verim. Bu əlimizdə olan hal-hazırki PDF var ki, bu PDF-i mən sizə dərs vaxtında da verəcəm. Burada konspekt şəklindədir və siz daha yaxşı şəkildə öyrənəcəksiniz. Təkrar eləmək üçün əlinizdə yaxşı vəsait olacaq. Deməli, başlayaq. Dünyanın siyasi xəritəsində biz bilirik ki, 200-dən çox ölkə var ki, bu hər bir ölkənin də müxtəlif xüsusiyyətləri var. İstər sahəsinə görə ölkələr bir-birindən fərqlənir, istər onların yerləşdiyi coğrafi mövqeyinə görə, indeks, yəni inkişaf səviyyəsinə görə, iqtisadiyyatına görə bunlar bir-birləri ilə çox fərqlənirlər və buna əsasən də təsnifatlar aparılır. Deməli, ölkələri biz dünya ölkələrini dünyanın siyasi xəritəsində öyrənəcəyik. Hansı ki, biz xəritələrin bir neçə növünü keçmişdik ki, dünya ölkələri də bizim siyasi xəritəmizdə əksini tapacaq. Və siyasi xəritənin formalaşması bildiyiniz kimi bəşəriyyətin inkişafı dövründə baş verən bir prosesdir ki, müxtəlif dəyişikliklərə rast gəlinir. Bu yüzillər ərzində əlbəttə ki, yeni dövlətlərin yaranması və ya parçalanması, sərhədlərin dəyişməsi, yeni ərazilərin, torpaqların kəşf olunması, onların müstəmləkəyə çevrilməsidir, dünyanın böyük dövlətlər tərəfindən bölüşdürülməsi, bunların hər birisi siyasi xəritədə öz əksini tapır. Və dünyanın siyasi xəritəsi siyasi coğrafiya tərəfindən öyrənilir. Dünyanın siyasi xəritəsinin formalaşması da özü də dediyimiz kimi uzun bir prosesdir ki, bu prosesi biz 4 dövrə bölürük ki, birinci dövr qədim dövr, ikinci orta əsrlər dövrü, üçüncü yeni dövr, dördüncü isə ən yeni dövrdür. İlk öncə qədim dövrə baxaq bir dəqiqə. Deməli, qədim dövr nədir? Eramızın 5-ci əsrinə qədər davam etmişdi və bu dövrdə baş verən bütün dəyişikliklərin hamısını biz qədim dövrə aid eləyəcəyik ki, hansı ki, bu dövrdə ilk quldar dövlətlər yaranmışdı ki, Karfagendir, Yunanistan, yəni qədim Yunanistandır, qədim Misirdir, Hindistandır, Çindir, hamısı bunların qədim dövrdə yaranmışdı. İkinci mərhələ isə orta əsrlər dövrüdür ki, bu dövr də 5-ci, 15-ci əsrləri əhatə edir ki, artıq demək olar ki, burada bu dövrdə feodal dövlətlərin yaranması üstünlük təşkil edir ki, hansı ki, Roma imperiyası, Osmanlı imperiyasının yaranması, İspanların, Portuqalların, sonra Kiyev Rus dövlətinin yaranması hamısı orta əsrlər dövrünə aiddir. Keçdik yeni dövrə. Yeni dövrə baxaq. Deməli, yeni dövrdə bu gördüyümüz hissədə 15-ci və 16-cı əsrlərdə böyük coğrafi kəşflərdən başlayıb 20-ci əsrin əvvəllərinə qədər davam etmişdi. Və bu dövr ərzində Avropanın sivilizasiyası dövlətləri, demək ki, Avropa sivilizasiyası dünyada geniş yayılmışdı. Yəni, öz ərazilərini yeni coğrafi kəşflər dövründə kəşf edilmiş, belə deyək ki, ərazilərin hesabına öz ərazilərini genişləndirmişlər və çoxlu müstəmləkələr əldə etmişlər və bu dövrdə davam eləyibdi Birinci Dünya Müharibəsinin başlamasına qədər. Yəni, Birinci Dünya Müharibəsi başlayıb və bu dövr, yeni dövr bitibdi. Sonra növbəti ən yeni dövr gəlir. Ən yeni dövrə də nəzər yetirək. Bax, gördüyümüz bu ən yeni dövrdür. Ən yeni dövr Birinci Dünya Müharibəsinin sonunda başlayıbdı. Birinci Dünya Müharibəsinin sonunda başlayıb və indiyə qədər də hal-hazırda davam edir. Və bu ən yeni dövr özünün də bölgüləri var. Bu dövrləri əzbərləmək deyim ki, çox vacibdirmi, düşürmü suallarda? Yəni, indiyə qədər biz müşahidə eləməmişik, amma yenə də hər ehtimala qarşı öyrənmək lazımdır. Deməli, 4 mərhələdən ibarətdir ən yeni dövrümüzdə. Birinci mərhələ 20-ci əsrin birinci yarısına əhatə edir, 40-cı illərə qədər, yəni yarısına qədər demək olar ki, birinci yarısına qədər davam edən bir müddət ki, bu zaman baş verən əsas hadisələr Birinci Dünya Müharibəsi olubdur, Rusiyada inqilab çevrilişi olubdur ki, bunlar hamısı Avropanın siyasi xəritəsinə xeyli dəyişikliklərə gətirib çıxarmışdır. İkinci mərhələ isə 40-cı illərdən 60-cı illərə qədər olan bir mərhələdir ki, burada artıq 2-ci Dünya Müharibəsi başlamış, sosializm sistemi yaranmışdır və Almaniyanın iki hissəyə bölünməsi
edilməsi baş vermişdi. Üçüncü mərhələyə gəldikdə isə burada hamısı qeyd olunur. Bir dəqiqə gözləyək. Burada hamısını qeyd eləmişik. Deməli, üçüncü mərhələyə baxırıq. Üçüncü mərhələdə isə 60-cı və 80-ci illəri əhatə edir. Yəni, 60-cı ildən 80-ci ilə qədər bir dövrü əhatə edir ki, bu dövrdə əsasən SSR ölkələridir, qərb ölkələridir. Bunların arasında müharibələr başlayır, hansı ki, soyuq müharibə deyilən bir siyasət həyata keçirilirdi. Sonra bu dövrdə Asiyanın və eyni zamanda Afrikanın əksər ölkələri müstəqillik əldə etməyə başlamışdılar. Dördüncü dövrə baxırıq. Dördüncü dövrdə isə 90-cı illərindən 20-ci əsrin 90-cı illərindən indiyə qədər ki bir dövrə əhatə eləyir. Bu dövrdə demək olar ki, SSR dağılır və SSR dağılandan sonra onun yerində 15 müstəqil dövlət yaranır ki, bu ölkələr hansı ki, Baltikyanı ölkələr, Latviyadır, Litviyadır, Estoniyadır, Polşadır, Belarusdur. Sonra MDB ölkələrindən müstəqil dövlətlər birliyinə daxil olan ölkələrdir ki, buradan Ukraynanın adını çəkilir. Rusiya, Qazaxıstan, Azərbaycan, Ermənistandır, Türkmənistandır, Özbəkistandır, Qırğızstandır ki, bu ölkələrə aid eləyirik ki, SSR-nin yerində yaranmışdır. Bundan əlavə Çexoslovakiya ölkəsi iki hissəyə ayrılır. Çexiya və Slovakiya ölkəsi, Yugoslaviya özü də 6 dövlətə bölünür. Bunları bilməyiniz elə də çox vacib deyil. Artıq bu tarixə aid olan bir mövzulardır, amma yenə də hər ehtimala qarşı biz bunu izah eləyirik. Bu bizim siyasi xəritənin formalaşmasının mərhələləri. Bura qədər bir hissədir və burada bir qeydimiz var. Gəlin o qeydə nəzər yetirək. Bax, gördüyünüz, bax bunu əzbərləməlisiniz. Bax, gördüyünüz bu hissəni mütləq əzbərləmək lazımdır. Altından xətt çəkirəm, bax bunun. Yaxınlaşdırıram və altından xətt çəkirəm ki, siz bunu, bu ölkələri əzbərləməlisiniz. Deməli, hazırda dünyanın siyasi xəritəsində sosialist olan, bayaq hansı ki, mən dedim ki, sosializm sistemi dağıldı, SSR dağıldı və hal-hazırda dünyanın siyasi xəritəsində sosialist 5 dənə ölkə qalıbdır. Bunlar hansı ölkələrdir? Çindir, Kubadır, Vietnamdır, KXDR dediyimiz Koreya Xalq Demokratik Respublikasıdır və bir də Laosdur. Çini bilirik Şərqi Asiyada yerləşir, Kubanı bilirik ki, Latin Amerikası ölkəsidir, Vietnam Cənub-Şərqi Asiya ölkələrindəndir, Koreya da Şərqi Asiya ölkələrində, Koreya yarımadasında yerləşir, Laos da Cənub-Şərqi Asiyada Vietnamın qonşusudur. Bu bizim mövzumuzun sonu. Keçirik ikinci bir mövzuya, bunu digər videoda çəkəcəm.